Xalq artisti Aygün Kazımovanın başına iş gəlib. Toylardan birində meyxanaçı Namiq Qaraçuxurlu ilə səhnə alan sənətçi gözləmədiyi hadisə ilə qarşılaşıb. Qonaqlar arasından bir bəy qəfildən səhnəyə doğru çıxıb və oynaya-oynaya Aygün Kazımovanın üzərinə gedib. Yaşanan hadisə pop divanın qorxu və həyəcanına səbəb olub. Daha sonra Namiq Qaraçuxurlu sənətçinin səhnənin ön hissəsinə oxumasına şərait yaradıb. Müğənnilər Tacir Şahmalıoğlu və Fədaya Laçın bir araya gəlib. Onlar Rusiyada toy məclisindən birində birlikdə səhnə bölüşüblər. Müğənnilər aralarındakı incikliyin bitdiyini göstərib. Qeyd edək ki, Fədaya və Tacir illərlə duet ortağı olub. Fədaya həbs edilən zaman Tacir onu ziyarətə getməyib. İfaçılar uzun müddət küslü qalıb. Naxçıvanda 4 il əvvəl evləndiyi arvadını asıb öldürməkdə ittiham olunan 34 yaşlı Azər İbrahimlinin məhkəməsi başa çatıb. Qafqazinfo Sədərək rayonunun eyni adlı kəndində baş verən qandonduran cinayətin detallarını əldə edib. Azər Ağcabəddən olan həyat yoldaşı Aytac İbrahimli ilə TikTokda tanış olub, cütlük bir neçə ay sonra ailə qurub. Kənd evində kirayəyə yaşamış ailənin birgə nikahdan 2 övladı var. Azər cinayət törətməmişdən bir neçə ay əvvəl tır sürücüsü işləməyə başlayıb. O mütəmadi olaraq Gürcüstana gedib gəlib. Belə səfərlərin birində kafedə ofisiant işləyən qızla tanış olub, aralarında münasibət yaranıb. Kişi Naxçıvanda olan vaxtlarda da həmin qızla WhatsApp proqramı vasitəsilə danışdığı üçün həyat yoldaşında şübhə yaranıb. Qadın ərinin WhatsApp hesabını gizli şəkildə öz telefonuna quraşdırdıqdan sonra hər şeyi öyrənib. Bundan sonra cütlüyün onsuz da soymağa başlayan münasibətləri daha da pisləşib. Bir gün sonra Aytac yenidən ərindən şübhələnərək ona irad bildirib. Yaranan mübahisə nəticəsində isə ər arvadına şillə, təpik və yumruqla vuraraq onu halsız vəziyyətdə çarpayıya yıxıb. Azər bununla da sakitləşməyib, arvadından bir dəfəlik canını qurtarmaq üçün onu öldürməyi qətiləşdirib. Bu məqsədlə eyvandakı paltar ipini kəsib, Aytacın boğazına keçirib və ayağının altına qoyduğu stulu itələyərək onu qəsdən öldürüb. Azər arvadının ölümünü intihar kimi təqdim etmək istəsə də, bir neçə gün sonra cinayətin üstü açılıb. O, polis əməkdaşları tərəfindən tutulub. Özü ifadələrində cinayətini etiraf edib. Son vaxtlar Aytaçla davamlı mübahisə etdiyini, onu bezdirdiyini deyib. Həddən artıq qısqanc və əsəbi idi. Hər xırda şeyə görə mübahisə edirdi. Hətta dostlarımla görüşməyə gedəndə belə qısqanırdı. Gürcüstandakı qızla danışdığımı öyrənəndən sonra da vəziyyət lap pisləşdi. Amma heç vaxt onu öldürməyi düşünməmişdim. Sadəcə sonuncu gün əsəblərimi cilovlaya bilmədim. Aytacı asandan sonra özümü öldürmək istədim. Bu vaxt o biri otaqdan 3 aylıq uşağımın ağladığını eşitdim. Uşağı sakitləşdirən vaxt Aytacı öldürdüyüm üçün peşman oldum. Tez yanına qayıtdım. Hələ bədəni isti olduğu üçün ölmədiyini düşündüm. Təcili yardım çağırdım. Həkimlər gələnə qədər Aytaca su içirdim. Ürəyini masaj etdim. Heç vaxt onu öldürmək fikrində olmamışam. Sadəcə bir anlıq əsəbləşdiyim üçün belə oldu. Aytacın atası da məhkəmədə ifadə verib. Hüquqi varis Azəri doğma oğlundan da çox istədiyini, ona hər cür dəstək göstərdiyini deyib. Mən heç vaxt Azəri pis olmamışam. Ona maşına qədər alıb vermişdim. Övladlara dünyaya gələndə xəstəxanadan mən çıxarmışam. Həmin gün prokuror zəng edib, qızın intihar edib deyəndə inanmadım. Dedim ki, mənim qızımın 2 övladı var. Heç vaxt canına qıymaz. Sonra da əsl səbəb bilindi. Günahsız qızımı asdığına və övladlarına atalıq etmədiyinə görə haqlı cəza almasını istəyirəm. Azərin Gürcüstanda tanış olduğu qadının dedikləri isə ittihamı daha da möhkəmləndirib. Həyat yoldaşı da xoşbəxt olmadığını, boşanmağa hazırlaşdığını deyirdi. Mən ona demişdim ki, nə vaxt boşansa, onda yanında ola bilərəm. Həmçinin Aytac bir gün əlimdə qalacaq, evdə onu öldürəcəm kimi sözlər deyirdi. Azəri bloka atsam da başqa nömrələrdə mənə zəng edirdi. Sonuncu dəfə Aytac onun telefonundan mənə zəng edib təhqir etdi. Bir neçə saat sonra da öldüyünü eşitdim. Məhkəmə yekunda toplanmış sübutlar və şahid ifadələri əsasında Azər İbrahimlini qəsdən adam öldürməkdə təqsirli hesab edib, ona 13 il müddətinə həbs cəzası verilib. Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb. Vəkillər kollegiyasının rəyasət heyəti ötən gün bu barədə qərar qəbul edib. Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb. Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsdə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib. 12 yaşlı Azərbaycanlı tiktoker Zemfira Muxtarova ABŞ-də faciəvi şəkildə həlak olub. O, sosial şəbəkə üçün təhlükəli fəndi lenta alan zaman qatarın altına düşüb.
Faciə Bruklində metro xəttində hərəkətdə olan qatarda baş verib. Zenfira rəfiqəsi ilə birlikdə saat 3 radələrində Mary Anive stansiyasında metro sörfinq edərkən yıxılaraq dünyasını dəyişib. Onunla birlikdə 13 yaşlı qız da hadisə zamanı həlak olub. Zenfiranın 11 yaşlı bacısı Məryəm bildirib ki, Zenfira ailə üzvləri yatarkən evdən gizlincə qaçıb. Zenfiranın anası Natalya Rudenko deyib ki, qızı metro sörfingi ilə maraqlansa da ailəsinə heç vaxt belə bir şey etməyəcəyini deyirmiş. Gədəbəydə oğurluqda şübhəli bilinən müəllim həbs olunub. Rayonun Leşkər kənd sakini evindən oğurluq edilib və o hadisəni törətməkdə 44 yaşlı ad və soyad şərti olmaqla Abbas Muradovdan şübhələndiyini deyib. Nəticədə polis əməkdaşları Abbas Muradovu şübhəli şəxs qismində şöbəyə aparıblar. Sərxoş vəziyyətdə olan Muradov şöbənin həyətində siqaret çəkmək istəyib, lakin şöbə ərazisində buna icazə verilmədiyi bildirilib. Nəticədə Muradov hiddətlənib və nalayiq ifadələr işlədib. Polis əməkdaşları ona irad bildirsələr də məhəl qoymayıb və hərəkətlərinə davam edib. Təqsirləndirilən şəxs bildirib ki, oğurluq hadisəsi ilə bağlı polislər onun evinə gəliblər. Həmin gündə evdə qonaq olub və spirtli içki içib. Abbas Muradov törətdiyi əmələ etiraf edərək peşman olduğunu deyib və polis əməkdaşlarından üzr istəyib. Şahid qismində dindirilən polis əməkdaşının sözlərinə görə şübhəli şəxs Abbas Muradovun mobil nömrəsi ilə əlaqə saxlamaq mümkün olmayıb. Həmin gün o müəllim kimi işlədiyi məktəbə də getməyib. Buna görə də onun yaşadığı ünvana yollanmalı olduq. Şəxs sərxoş idi. O polis şöbəsinin həyətində siqaret çəkmək istədi, lakin buna icazə olmadığını izah etdik. O isə etiraz edərək nalayiq ifadələr işlətdi. Evindən oğurluq edildiyi üçün onu şikayət edərək şəxsi də təhqir etdi. Bu əməlinə görə Abbas barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib olunub. Gədəbəy rayon məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən iclasda Abbas Muradov barəsində 5 gün müddətinə inzibati həbs cəzası verilib. Azərbaycanlı xanəndə Məftun Səttarlı böyük uğura imza atıb. O, Dubayda keçirilən Mehr Beynəlxalq Musiqi Festivalında birinci yerə layiq görülərək qalib olub. Məftun 130 iştirakçı arasında ilk yerin sahibi olub. Bu barədə xanəndənin müəllimi, xalq artisti Gülyanaq Məmmədova paylaşım edib. O, tələbəsini bu nailiyyəti münasibəti ilə təbrik edib. Xatırladaq ki, Məftun Səttarlı Azərbaycan Beynəlxalq Muğam müsabiqəsinin Grand Prix mükafatçısıdır. Əməkdar artist Şəbnəm Tapdıq heç vaxt toya getmədiyini açıqlayıb. Bu barədə müğənni Xəzər axşamı verilişində danışıb. O bildirib ki, illər əvvəl toya gedən müğənnilərin adı Azərbaycan televiziyasında qara siyahıya salınırdı. Mən heç vaxt toya getməmişəm. Bizim dövrdə təkcə Azərbaycan televiziyası bir kanalı var idi. O vaxt toya gedənlərin adı qara siyahıya düşürdü. Bizi məclislərə getməyə qoymurdular. Mənə demişdilər ki, toya getdin, işlərimizi pozdun. Çox çağırırdılar, amma mən toya getməmişdim. İndi də çağırırlar, amma öz yerimə başqasını göndərirəm. Ona verilən məbləğin bir hissəsini mənə verirlər.